İslam izzət dinidir. Ömər ibn Xattab radiyallahu anh demişdir. Həqiqətən siz insanların ən zəlili, ən azı, ən səfiri idiniz. Allah subhanahu wa ta'ala sizi İslamla izzətləndirdi. Nə zaman ki izzət İslamdan başqa bir yerdə axtaracaqsınız, Allah sizi zəlil edəcək. Şeyx Muhammed ibn Abdülvahhab rahimullah demişdir. İnsanlar İslamdan uzaqlaşdıqca zillət içində olacaqlar. Bu ümumidir. İzzət istəyən İslam'a dönməlidir. Şeyxülislam İbn Teymiyyə rahimullah bildirir ki, İzzət yalnız Allahda axtarmaq, tövhid əhlində olmağın tələbidir. Əks halda bu insan özünü dünyada da, ahirətdə də alçaldar. İbn Qayyim Əl-Cəvzi rahimullah demişdir. Allahın dini ilə izzət tapan kimsə heç vaxt zəlil olmaz. Amma dünyalıqla, cahil ideologiyalarla ucalmaq istəyən zəlilliyə məhkumdur.